Holcim Azərbaycan şirkətinin usta mənə müsabiqəsinin növbəti mərhələsi Sumqayıtda keçirilib. Holcim Usta Mənəm Milli Ustalar müsabiqəsini davam etdirir və bugün növbəti mərhələ Sumqayıtda keçirildi. Bölgənin ən yaxşı bənna və hörgü ustaları bacarıq, həyəcan və ilham dolu bir məkanda bir araya gəldi. Müsabiqə peşəkarlığın təntənəsinə çevrildi. İştirakçılar həm dəqiqlikdə, həm də yaradıcı yanaşmada özlərini göstərdilər. Hər addım, hər ölçü münsiflərin diqqət mərkəzində idi. Çünki burada söhbət təkcə finala vəsiqədən deyil, həm də əsas mükafat Pikap 4x4 avtomobilini qazanmaq şansından gedirdi. Ümumilikdə 1000-dən çox usta mənəm müsabiqəsinə qeydiyyatdan keçib və onların yalnız 28-i Bakıda keçiriləcək final mərhələsinə yüksələ biləcək. Müsabiqə çərçivəsində bənna və suvaq işlərinin diqqətini artırılması sahəsində çox böyük işlər görülmüşdü. Xüsusilə vurğulamaq istəyirəm ki, gənclərin peşə seçimində bu layihənin çox müsbət təsiri var. Sumqayıt mərhələsinin keçirilməsi İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdindəki təlim mərkəzi ilə strateji tərəfdaşlıq sayəsində mümkün olub. Digər bölgələrdə olduğu kimi tədbirə qatılan qonaqlar Holcimin məhsulları, yeni Tektor quru qarışıqları ilə tanış olmaq və xatirə hədiyyələri qazanmaq imkanı əldə etdilər.